Bilirsiniz, bəzən ən böyük qələbə əslində bir fəlakətin başlanğıcı ola bilər. Qəribə səslənir, elə deyilmi? Amma bu gün biz məhz belə bir hadisədən danışacağıq. Hüneyn döyüşündən. Bu, nəhəng bir ordunun öz gücünə o qədər arxayın olmasının hekayəsidir ki, az qala hər şeyi məhv edəcəkdi. Bax, bu sual bütün hekayəmizin mərkəzində dayanır. Düşünün bir ordunun ən böyük üstünlüyü, yəni sayının çoxluğu, necə ola bilər ki, onun ən böyük zəifliyinə çevrilsin? Hüneyn döyüşünün bütün dramı məhz bu sualın cavabında gizlənib, həddindən artıq özünə inam. Gəlin bu tarixi hadisənin dərinliklərinə baş vuraq. Deməli, hadisələr Məkkənin fəthindən dərhal sonra başlayır. Təsəvvür edin, bütün Ərəbistan yarımadasında güc mərkəzi bir anda dəyişib. Bu ətrafdakı Həvazin və Səqif kimi güclü qəbilələr üçün açığı çox böyük bir təşviş deməkdir. Onlar düşünürdülər ki, yaxşı, Məkkə getdi, növbəti hədəf bizik. Bəli, Məkkə süqut etdi. Amma bu sadəcə bir şəhərin fəthi deyildi, əsla. Bu bütün regionda yeni bir dövrün, yeni bir reallığın başlanğıcı idi. Əsrlər boyu dominant olan Qureyşin məğlubiyyəti digər qəbilələrə çox aydın bir mesaj verirdi. Ya yeni gücə tabe olacaqsınız, ya da müqavimət göstərəcəksiniz. Üçüncü bir yol yox idi. Bəs sonra nə baş verir? Bax, o qorxu öz işini görür. Həmin o güclü qəbilələr, Həvazin və Səqif, qərara gəlirlər ki, oturub öz sıralarını gözləməyəcəklər. Öz varlıqlarını qorumaq üçün birləşib hərəkətə keçirlər. Və beləcə yeni yaranan müsəlman dövlətinə qarşı çox ciddi, çox güclü bir ittifaq formalaşmağa başlayır. Və beləliklə səhnə qurulur. Qarşı-qarşıya iki lider, iki fərqli düşüncə tərzi dayanır. Bir tərəfdə Həvazinlilərin gənc iddialı lideri Malik ibn Əf, digər tərəfdə isə Peyğəmbər. Onların döyüşə hazırlığı, strategiyaları o qədər fərqli idi ki, sanki iki ayrı dünyadan gəlmişdilər. Gəlin, bu fərqlərə biraz daha yaxından baxaq. Baxın, fərq həqiqətən də inanılmazdır. Malik ibn Əf nə edir? Deyir ki, bütün ailələri, qadınları, uşaqları, hətta bütün mal-qaranı da döyüş meydanına gətirin. Niyə? Məntiqi belə idi ki, əskərlər arxalarında ailələrini görsünlər və qaçmağa cürət etməsinlər. Amma bu əslində nə deməkdir? Bu, mən öz döyüşçülərimə güvənmirəm deməkdir. İndi baxaq Peyğəmbərin strategiyasına. O nə edir? İlk olaraq kəşfiyyat məlumatları toplayır. Düşmənin harada, nə etdiyini öyrənir və çox maraqlı bir addım atır. Məkkədə hələ də tam inanmamış, amma artıq tabe olmuş insanlardan silah parçalır. Bu, dahi bir gedişdir. Çünki həm öz ordusunu gücləndirir, həm də arxada qala biləcək potensial bir təhlükəni tərksilah etmiş olur. Görürsünüz, biri qorxu ilə idarə edir, digəri isə ağıl və uzaqgörənliklə. Bilirsiniz, Malikin bu qərarı o qədər yanlış idi ki, heç döyüşə getməmişdən əvvəl öz qəbiləsinin çox təcrübəli, görmüş-götürmüş bir döyüşçüsü Dureyd ibn Simma ona etiraz edir və dediyi sözlər sanki bir proqnoz kimidir. Deyir ki, sən nə edirsən? Qaçan əskəri heç nə saxlaya bilməz. Əgər uduzsan, təkcə məğlub olmayacaqsan, həm də rəzil olacaqsan. Çünki bütün ailələrin əsir düşəcək. Amma gənc və özünə çox güvənən Malik təbii ki, bu təcrübəli səsə qulaq asmır. Və budur, hər iki ordu Hüneyn adlı dar bir dəriyə doğru irəliləyir. Məhz burada hər şey həll olunacaqdı. Müsəlman ordusu dəriyə girərkən hələ ki heç nədən xəbərsizdir. Onları dərənin yamaclarında nələrin gözlədiyini təsəvvür belə etmirdilər. Mükəmməl bir tələ artıq qurulmuşdu. Düşünün 12.000 əskər. O dövr üçün, o coğrafiya üçün bu nəhəng bir rəqəmdir. Müsəlmanların o vaxta qədər topladığı ən böyük orduydu bu. 10.000 nəfər təcrübəli döyüşçü Mədinədən, 2.000 nəfər isə Məkkə fəth olunandan sonra yeni qoşulanlar. Və bu böyük rəqəm özü ilə birlikdə çox təhlükəli bir şey gətirmişdi. Həmin o təhlükəli hiss, məğlub edilməzlik hissi idi. Ordunun içində xüsusilə də yeni qoşulanlar arasında belə bir fikir yayılmışdı. Biz 12.000 nəfərik, bizə kim qalib gələ bilər ki? Hətta deyirdilər ki, bugün sayımızın çoxluğuna görə əsla məğlub olmayacağıq. Bax, bu özündən razılıq, bu arxayınlıq onların ən böyük və ən ölümcül sərfi olacaqdı. Və o an gəlir. Müsəlman ordusunun ön cərgələri dar dərənin dərinliklərinə doğru irəliləyərkən, birdən-birə səma qaralır. Dərənin hər iki yamacında, qayaların arxasında gizlənmiş yüzlərlə Həvazin oxçusu eyni anda hərəkətə keçir. Göydən sanki ox yağır. Gözlənilməz, qəfil və ölümcül. Ordunun ön sıraları bir anda çaxnaşmaya düşür. Xaos başlayır. Malikin puskusu mükəmməl işləmişdi. Döyüş bitmiş kimi görünürdü. Ordu tamamilə dağılmaq üzrə idi. Tam bir fəlakət anında hər şey bir nəfərin, bir liderin səbatı ilə dəyişəcəkdi. Gəlin baxaq o süqutun qarşısı necə alındı.
dəhşətli bir mənzərə idi. O 12 min nəfərlik ordunun böyük əksəriyyəti, o məğlub olmaz deyənlər panika içində geri qaçmağa başlamışdı. Ancaq o xaosun tam ortasında Peyğəmbər və onun ətrafında toplaşan 100 nəfərlik kiçik bir qrup bir addım belə geri çəkilmədi. Onlar möhkəm dayanıb, dağılan ordunun dalğasına qarşı bir qaya kimi durdular. Bax, o kritik anda Peyğəmbərin əmisi Abbasın qur səsi bütün o səsküyü, bütün o qışqırıqları yararaq ucalır. O qaçan adamları qışqırır. Ey Əqəbədə and içənlər, ey Ridvan ağacının altında söz verənlər, hara qaçırsınız? Allahın elçisi buradadır. Bu sözlər sadəcə bir çağırış değildi. Bu, onların kim olduqlarını, nə üçün burada olduqlarını, ən çətin günlərdə verdikləri andları xatırladan bir səs idi. Bu səs onların vicdanına bir ox kimi sancıldı. Və o səs işə yarayır. Qaçan döyüşçülər bir-bir dayanmağa başlayır, səhvlərini anlayıb üzlərini geri çevirirlər və axın-axın, dəstə-dəstə Peyğəmbərin dayandığı o kiçik təpəyə doğru geri qayıdırlar. Bir neçə dəqiqə əvvəl qaçan ordu indi yenidən toplanıb inanılmaz bir qəzəblə əks hücuma keçir və bu dəfə onları heç nə saxlaya bilmir. Məğlubiyyət bir anda möhtəşəm bir qələbəyə çevrilir. Amma düşünməyin ki, hekayə burada bitir. Əsla. Döyüş meydanında qazanılan qələbə əslində hekayənin ən asan hissəsi idi. Əsl çətinliklər, əsl sınaqlar məhz bundan sonra başlayacaqdı. Gəlin baxaq, qələbənin o mürəkkəb nəticələri nələr oldu? Qaçan düşməni təqib edərkən çox vacib bir an yaşanır. Peyğəmbər ordusuna qəti bir əmr verir. Qadınlara, uşaqlara, döyüşməyənlərə əsla toxunmayın. Bu, o dövr üçün, o qəbilə müharibələri mədəniyyəti üçün ağlasığmaz bir şey idi. Normalda qalib gələn tələf qisas alar, amma bu əmr göstərirdi ki, məqsəd intiqam deyil. Məqsəd nizamı bərpa etməkdir. Hətta onlara xatırladır. Məgər sizin ən yaxşılarınız da bir zamanlar müşriklərin övladları deyildimi? Gəlin hadisələrin ardıcıllığına baxaq. Deməli, birinci gün Hüneyn dərəsində döyüş qazanılır. Sonraki bir neçə gün ərzində qaçan düşmən qüvvələri təqib edilir. 5-ci gün isə ordu gəlib çox möhkəm divarları olan Taif şəhərinin qapılarına dayanır. Mühasirə başlayır. Amma bu mühasirə 21 gün çəkir və heç bir nəticə vermir. Və sonda Peyğəmbər çox vacib bir qərar verir. Daha çox itki verməmək üçün ordunu geri çəkir. Və baxın, geri çəkilərkən nə baş verir? Bəzi əskərlər çox qəzəblidir. Deyirlər ki, bu inadkar Taif əhalisinə bir lənət oxu. Təsəvvür edin, cavab nə olur? Peyğəmbər əllərini qaldırır və lənət əvəzinə onlara dua edir. Ya Rəbbim, Səqif qəbiləsinə doğru yolu göstər. Onları bizə qovuşdur. Bu inanılmaz bir şeydir. Qalib, məğlub etdiyi amma ala bilmədiyi düşməndən nifrət etmir. Onun üçün dua edir. Bu yenə də göstərir ki, əsl məqsəd torpaqları yox, insanları qazanmaqdır. Amma məncə Hüneyn hekayəsinin əsl kulminasiya nöqtəsi döyüş meydanında deyildi. Əsl sınaq, əsl liderlik dərsi döyüş bitdikdən sonra qənimətlərin və əsirlərin taleyi həll olunarkən yaşandı. Əsl qələbənin mənası məhz burada ortaya çıxdı. Təsəvvür edin, ortada nə qədər böyük bir sərvət var. 6000 əsir, 24 min dəvə, 10 minlərlə malqara, külli miqdarda gümüş, Malik ibn Əffin o səhv strategiyası nəticəsində bütün qəbilənin sərvəti müsəlmanların əlinə keçmişdi və bu qədər böyük sərvət təbii ki, özü ilə birlikdə problemlər də gətirdi. Müsəlmanların öz içində narazılıqlar, gərginliklər yaranmağa başladı. Problem nədən yaranmışdı? Peyğəmbər qənimətlərin böyük bir hissəsini Məkkənin yeni müsəlman olmuş zadəganlarına vermişdi. Məqsəd onların qəlbini İslam dininə daha möhkəm bağlamaq idi. Amma bu, Mədinədən gələn İslamın ilk günlərindən bəri onunla çiyin-çiyinə olan ənsarı incitmişdi. Peyğəmbər bunu görüb onları bir yerə toplayır və o məşhur sözlərini deyir. Ey ənsar, başqaları evlərinə dəvə və qoyunla qaydarkən sizin evinizə Allahın elçisi ilə qayıtmağınız sizi razı salmırmı? Bu sözlərdən sonra hamı ağlamağa başlayır. Bir anda bütün o qəzəb, bütün o inciklik yox olur və yerini daha dərin bir bağlılığa verir. Və gəldik hekayənin sonuna, o möhtəşəm finala. Bir neçə gün sonra məğlub olmuş Həvazin qəbiləsindən bir nümayəndə heyəti gəlir, onlar İslamı qəbul etdiklərini bildirir və ailələrini geri istəyirlər. Peyğəmbər onlara bir seçim təklif edir. Mallarınızı istəyirsiniz, yoxsa insanlarınızı? Onlar bir an belə düşünmədən cavab verirlər, insanlarımızı. Bax, bu cavabdan sonra Peyğəmbər bütün orduya müraciət edir və hər kəsi razı salır ki, öz payına düşən bütün əsirləri heç bir qarşılıq gözləmədən azad etsinlər. Beləliklə, o 6000 əsrin hamısı azadlığa buraxılır. Bu sadəcə bir mərhəmət deyildi. Bu, məğlub edilmiş bir düşməni əbədi bir dosta, sadiq bir müttəfiqə çevirən dahi bir strateji addımı idi. Və beləcə, bugünkü təhlilimizi elə bu sualla da bitirək. Həqiqətən nə daha güclüdür?
bir döyüşü qazanan iti bir qılınc, yoxsa bütöv bir xalqın qəlbini qazanan mərhəmətli bir söz? Hüneyn hekayəsi bizə göstərir ki, hərbi zəfərlər vacibdir, amma əsl, daimi qələbə o qəlbləri fəth etməklə mümkün olur. Bu, liderlik, səbr və mərhəmətin gücü haqqında düşünürəm ki, üzərində düşünməyə dəyər çox dərin bir dərsdir.